Az Pəri, get mənə çay gətir. Necə gətirim? Sənə 100 dəfə dedim ki, kanal çəkdə, üzə-üzə gedim çayı gətirim. Az bir dənə evimizin içində kanal çatmırdı sən canı. Anan gel bizə gəlib getsin deyə Xəzər dənizindən evə ağ çəkdirmişdim. Ya bütün günü bizdə idi. Anan üzgəcin bizim evdən çəkmək olmurdu. Yazıq anam, o qədər danışdın ki, heç gəlib getmirdi. Çoxdan da görmürəm. Arxın qabağını kəsdim, bağladım kanalizasiyaya. Mənə gələndə çerez kanalizasiya təzədən evə gəlirlər. Kanalizasiya Xəzərə tökülür axı. Sən öz anandan danış, heç toyumuza da gəlmədi. Mənim mamam bizim toyumuza nətər gəlsin? Qız toyuna gələnməzdi o. Çünki anamın kupaniki yox idi toya gəlməyə. Özdə ki, yaxşı ki gəlməyib. Niyə ki? Yazıq dayım demişdi, sənin toyunda sındıra-sındıra oynayacam, yazıq suyun altında boğula-boğula oynar. Sən deyən var, bunu çıxardı oynar. Güya sizin toy düzəməli oldu ki, Nə? bütün qohum əqrabamı yığmışdı stolun üstünə. Toyuma gələnlər bilmirdilər mənim toyuma sevinsinlər, yoxsa stola baxıb ağlasınlar. Mən elmi dəniz məhsulları olanda toy bahalı görsənir də. Özdə ki, naşükür olmayı, ayıb olsun sənə. Toyda mənim əmim sənin dayınla dostlaşmadı, toyun axırına qədər ondan içmədi. Mənim ağzımı açdırma. Sənin dayın mənim əmmimi zaksuska eləyib içirdi. Mən nə verim sənin dayın krevetkadır. Külmən başıma. Atamın evində necə xoşbəxt idim suyun altında. İndi dənizə də həsrət qalmışam. Mən də dənizə həsrət qalmışam da. Mən dəniz məhsullarına da həsrət qalmışam sənə görə. Az evə gələn adamlara mən nətər başa salım ki, bu, mənlə soruşurlar ki, niyə evdə ikra şəkil var? Mən nətər deyim ki, bu mənim arvadım uşaqlıq şəkilləridir.